Buyurun, xoş gəlmisiniz. Sizi tanıyaq öncəliklə. Mən Yaşınız neçə? şimdi, Tamam, şikayətiniz. şikayətim onurğa sütununda ağrılardı. Ən çox da bel oma hissədə ağrılardı. Bu ayağım bir də ki kürək nahiyələrimə ağrılar verir. Nə vaxtdandır var bu ağrılar? Artıq bir həftədir, daha da şiddətlənib. İlk başlanğıcı nə vaxtdan başlayıb? Bir həftə olaraq. Əvvəl var idi. Var idi, bir həftədə daha da artıb. Dincəlmə ilə keçib gedirdi. Nədən sonra başladı dediniz? Sol tərəfə askırmaqla oldu. Askırdıqdan sonra başladı bu ağrılar. Nə formadadır ağrılar? Yəni yanır, batır, deşilir, oyulur, donma şəklindədir. Nə formadadır? Elə bir ki, nəsə deşilən fason bir Deşilən fasondur, anladım. Bu bir həftədə, yəni bu ağrıların daha da artıbmı, eyni şəkildədirmi, yoxsa Eyni azalır? şəkildədir. Eyni şəkildədir. Günün hansı saatında daha çox olur, yoxsa fərq eləmir? Gecələr. Gecələr daha çox olur. Oturanda, yeriyəndə, uzananda və yaxud da fərq eləmir hər hansı bir hərəkətdən sonra Ən ağrının çox artması. oturanda artır. Ən çox oturanda artır. Anladım. Bu müddətdə hər hansı bir ağrı kəsici dərman, krem, hər hansı bir şey istifadə eləmisiniz? Bir yapışqan olanlar, bir də ki o sadə Ağrı gellər, kəsici gellər. istifadə Yəni həb etmişəm. qəbul eləməmisiniz o Həb zaman. bir dəfə içmişəm. Effekt içmişəm. olubmu? Xeyr, doktor. Hər hansı bir effekti Xeyr. olmayıb. Anladım. Başqa xəstəliyiniz varmı? Xeyr, bir dənə ötküsəm. Hər hansı bir xəstəliyin yoxdur. Tamam. İndi biz sizin müayinənizi eləyəcəyik. Həm fizik müayinə, həm neuroloji müayinə. Ondan sonra davam edəcəyik. Öncə sizin şikayətlərinizi eşitdik, müayinəmizi də elədik, həm fizik müayinə elədik, həm sizə sinir müayinəsi elədik. İlkin diaqnoz olaraq bel nahiyəsində yırtıq dediyimiz qrija olma ehtimalı yüksəkdir. Və daha da dəqiqləşdirməyimiz üçün bel oma nahiyəsinin MRT-sini elətdirməyimiz vacibdir. Bundan sonra daha da dəqiqləşdirəcəyik ki, hansı müalicəni eləyək. Amma bu müddətdə də müvəqqəti olaraq dərmanlar yazacağıq sizə. MRT-dən sonra əgər şübhələndiyimiz bel qrijası təsdiqlənərsə, hətta səviyyəsi də yuxarı səviyyələrdə olma ehtimalı yüksəkdir. O zaman qrijanın, yəni yırtığın yerləşmə yerinə görə, mərhələsinə görə əgər təsdiqlənərsə, o zaman sizə blokada yəqin ki, icra edəcəyik, ya da ki, radiodalğa dediyimiz müalicə. İkisindən birini edəcəyik. Keçmiş olsun, Allah şəfa versin.